Bax, o gün bir tədbirdəydik, qeyri-hökumət təşkilatlarının bir tədbirindəydik. Demək, dövlət, qeyri-hökumət təşkilatı, bir də özəl sektorun əməkdaşlıq platformasını yaratmışlar. Orada mən bir çıxış elədim. Dövlət qurumlarından adamlar gəlmişlər. Bax, bu kiçik orta biznesə, KOP dediyimiz. Bəli, KOP dediyimiz. Deyirəm, baxıram ki, mənim üzümə baxır, söz yoxdur, dursun desin. Deyirəm ki, bax, sizin güzəşli olaraq Azərbaycan sahibkarına fərqi yoxdur, rangından asılı olaraq. İstər mikro sahibkar olsun, istəyirsən kiçik sahibkar olsun, istəyirsən orta sahibkar olsun. Nə qədər kredit vermişsiniz? Bir ildə siz verdiyiniz kredit, yəni bütün o güzəşli kredit, hansını ki, doğrudan da götürüb iqtisadiyyatda işlətmək olar. O istehlak kreditləri bilirsiniz. 15, 18, 20, 25, 28%. Onu istehsalatda, iqtisadiyyatda işlətmək mümkün deyil. O telefon almaq üçündür, nə bilim, televizyon almaq üçündür. Şərtli deyirəm. Nə qədərdir? Deyirəm, bir hesablamışsınız, o kitab dəftər deyirlər, oturub bir sayğaçda hesablamışsınız ki, bu nə qədərdir? Sizin xəbəriniz var ki, 100 manatlıq ümumi daxili məhsula siz nə qədər kredit verirsiniz? 100 manatlıq 38 qəpik kredit verirsiniz. 38 qəpik, 100 manatlıq ümumi daxili məhsula 38 qəpik verir. Bunu 38 manat yox 10 dəfə yox 100 dəfə yox bir neçə 100 dəfə artırmaq lazımdır ki, heç olmasa bir 100 manatlıq ümumi daxili məhsula sən bir 40 manat o ortabab inkişaf eləmiş ölkələrdə kimi 35 manat, 40 manat kredit verəsən. Bu dünyanın getdiyi yoldur. Bizdə 38 qəpikdir sadəcə. 38 qəpikdir, 100 manata 38 qəpik əl çatan kredit veririk. Biz bu iqtisadiyyatdan nə istəyə bilərik?